və Orxan Supercell oyunda necə vuracağımızı göstərəcəyik. Gəlin, indi isə oyunumuza davam edək. Bu oyunda bəzən səhvlər olur. Buna görə baxın, oyuncu gör necə özünü kullanır. Bu səhvi bir neçə dəqiqədən sonra özü düzəldəcəkdir. Siz oynamağa davam edin. İndi bizə oynayarkən lazım olan proqramlardan biri də cheat proqramıdır. Bu proqramı yükləməyi indi mən sizə dəqiqliklə göstərəcəm. Siz proqramla istədiyiniz skate'in, dükkanda istədiyiniz karakteri, hər şeyi ala biləcəksiniz. İndi biz sizinlə davam edəcəyik. Bakın necə oynuyorum. Bu bir həyazan hissi. Burada bəzən mənfi şeylər gəliyor. Resim basanlık ediyor. 3, 2, 1, maçın başlıyor. Orada adam sizin dalınıza düşəndə gömbul bir növbətçi onu kurtulmağını göstərsin. Belə vuruyorsunuz, kurtuluyor. Ancaq poizlara qırılğa vursanız ölərsiniz. Gördüğünüz gibi. Ay, yine de öldüm. Ayıp ama evi yok. Yine de oynuyorum. Çalışsam biraz iskelet götürürüm ki biraz tez ölüm. Şimdi bakın. Bu matın sayesinde buradaki pulları öz-özüne çekiyor. Bakın, gördünüz mü? Ay ha. Doğrudan üstünde hiçbir şey olmuyor. Adımdan sıkılmıştı. Gördüğünüz gibi. Gördüğünüz gibi oyun çıkartıyorum. Yine de bunlar bazen böyle kimi şeyler oluyor. Hiç rahat olmayın. Hayır. Çok güzel gidiyorum, değil mi? Hayır, gidiyorum ve düşüyor. Bu karkaşma yerler ancak avtobusdan sınırda gidebiliyor. En yaxşı orada kullanıyorlar. Ama onu siz istediğiniz yerde, istediğiniz bir şəraitdə kullanabilirsiniz. Mesela benim kimi. Ben istəyirəm ki, pulda çok kazanım. Onu böyle karkaydan biraz çok istifadə edirəm. Bak, pullara bakın. Hayır, 244 yıkmıştım. Ne oldu? Evet. Bu kutulardan sonra dükkana gidip karakterimi değişeceğim. Şimdi bakarsınız. Birinci bir ölelim. Bakalım, belki hiç ölmüyoruz. Bilirsiniz, ölüyorum. Çünkü burada düz o vaxtda istəmə deyil. Ama evi yok.
Ayıf, öldüm. Amma indi sizə karakteri zadı göstərəcəm. Baxın. Və mənim bu qədər pulum var. Buna script nəqdəsini götürə bilərəm. Sonra kutuba belə kimi ala bilərəm. Baxın, bax 2 tane verdi. Gördünüz? İndi baxın. Belə baxsın, mənim pulum çox olduğuna görə nə istəyəm ala bilərəm. Papaq. Papaq, pullar hamısından verir. Və bənim kimi uçmaq, hamısına hər bir şey almışım. Burada uçmaq üçün yerlər almışım. İndi sizə karakter göstəriyorum. Karakteri değişmək üçün bunlardan istifadə olunur. Bunlardan bəzi açıq olsa da qabaqdakilar bağlı olsa da qabaqdakilar açıqdır. Baxın. Məsələn bunu seçə bilir. Yox, amma burada ən yaxşı bu görünür. Misal seçelim. Oyuna başlayalım. Baxalım görək necə olacaq. Ona baxanda uçurur. Amma oyunda əldən onu oyunda verirlər. Oyunda verəndə pul verir. Amma elbələ alanda onda pul vermir. Bu yerlər dizimi kimi dəyərli gəlir. Salam, mən bir balaca xətdən ayrılmışdım. Sizinlə Orxan idi. Yəqin ki, Orxan sizə bir çox şey öyrədir. İndi biz sizə cheat öyrətəcəyik. Bu program üçün cheat engine Altamondes lazımdır. Bu programı internette, yani bizim dediğimiz ya Yandex ya Opera ya Google, yani Yandex yazırıq ki cheat engine Altamonda 3 Dovland yazırıq və birinci linka girib oradan yükləyə bilərik və biz mən əvvəlcədən o cheat enginəni işləmişəm. İndi biz sıvırmağı öyrətəcəyik. Gəlin başlayaq. Mən indi sizə cheat proqramını göstərim. Bu cheat engine altımın döyüşdür. Bu proqrama giririk. Və bu proqramda PD şəkli gəlir. O şəklə basaq. Sonra orada Subversource şəkli gələcək. Onun üstünə basaq. Və bu value adlanan yerdə yazaq. Əvvəlcə bir yarış birinci dəfə oynayaq. Bu pulumuzu, burada görünən pulu oraya yazaq. Yazırıq. Gördüyünüz kimi pul çoxdur. Bizim pulumuz çoxdur. Biz əvvəlcədən cheat vurmuşuq. Burada nəsə səhv var. Rəqəmləri düz yazmaq lazımdır. Yoxsa düz alınmır. Gördüyünüz kimi burada biz kontrol, yani klavişe dediğimiz kimi ctrl basıb sıçanı onun üstünə toxunduraq və A-nı basaraq yenidən toxunduraq və bunu basdıqda yenə də Ctrl A və Enter. Enter basdıqdan sonra istədiyimiz qədər pul qoyuruq. İndi isə yarışa baxa görün pulumuz nə qədər olacaq. Baxın, indi yarış verim. Ən azı bir pul qazandıqda, indi baxın. Gördüyünüz kimi pulumuz artdı. Biz amma az qazandıq. Bir iki pul yığdıq, amma ki pulumuz çoxaldı. Cheat belədir. Bizi izləməyə davam edin. Biz ikimiz qrupumuzun adı Subversurf. Sizə başqa oyunlarda da öyrədəcəyik. Məsələn, Sniper, Call of Duty, belə oyunlar və sağ olun.
Sizinlə görüşənə dək. Təqdim etdi Orxan və Zəfər. Sağ olun.